Doktor, bədən istiliyi, gecə tərləmələri, səbəbsiz arıqlama, bunlar hansı şişlərin əlamətidir? Təklikdə bunlar birbaşa xərçəng əlaməti deyil, lakin bunun üçünün eyni anda müşahidə olunduğu daha çox qan yaradıcı sistemin, xüsusilə limfa düyünlərinin xərçəngi olan limfomalarda çox rastımıza gəlir. Eyni zamanda mədaltı vəz xərçəngində də bu əlamətlər ola bilər, amma hər bu əlamət olmağı birbaşa xərçəng demək deyil. Bu əlamətlər uzun müddət davam edirsə və biz bununla baş edə bilmiriksə adi halda mütləq qan müayinələri aparılmalıdır, həkim kontrolu olmalıdır və şübhələndiyimiz halda artıq bəhs etdiyim xəstəliklər üzrə əlavə müayinələrə ehtiyac var. Yəni hər gecə tərləyən, hər arıqlaması olan, hər zəif adam mütləq xərçəngdir deyə yanlış bir mesaj verməmiş olaq. Hər üç əlamət uzun müddət davam edən, uzun müddət dediyim də 2 həftə və bundan artıq müddətdə və heç bir səbəbi olmadan bu əlamətlər izlənilirsə, bunlar artıq bizim üçün siqnal olmalıdır və müayinə olunmalıyıq.